Bağışlayan ve mehriban Allah'ın adıyla. İslam Peyğəmbəri buyurmuşdu: Ay cemaat, hər kəs Ramazan ayında digərlərinə əzab əziyyət verməzsə, öz şərrini azaldarsa, başqalarına əziyyət etməzsə, Allah da qiyamət günündə öz qəzəbini həmin şəxsə qarşı söndürər. Hər kim də bir yetimə əzizləyərsə, qiyamət günündə Allah təbarək və Teala da həmin şəxsi əziz tutar. Bu hədisdən, bu kəlamdan anlaşılır ki, İslam Peyğəmbəri bizə tövsiyə verir ki, öz həyatımızda öz yükümüzü başqalarının boynuna qoymamalı, digərlərinə əzab əziyyət verməməli, dilimizlə, əməlimizlə, hərəkətimizlə başqalarını əziyyət etməməliyik. Əksinə, cəmaat üçün xeyir, bərəkət mənbəyinə çevrilməliyik. Necə ki, İmam Zeynəlabdin əleyhissalam Məkarimül Əxlaq duasında buyurur ki, İlahi, məni başqaları üçün xeyir, bərəkət yetirməkdə vasitə qərar verginən. El içində digərlərinə, cəmaata əziyyət eləyənlərə mərdimazar deyərlər. Allah bizləri mərdimazarın sözündən, özündən, əməlindən və hərəkətindən uzaq saxlasın. Həzrət Peyğəmbər Əkrəm gözəl bir hədisdə buyurur: Ümmətimin pisləri o şəxslərdilər ki, onlara dillərinə görə cəmaat hörmət eləyər, salam verər və onların şərlərindən, əzab əziyyətlərindən, nalayiq hərəkətlərindən amanda qalmaq üçün belə adamlara hörmət eləyərlər. Buna görə hörmət eləyərlərsə əgər, belə şəxslər məndən deyil. Əgər Peyğəmbər Əkrəm də bir adamın haqqında buyurursa ki, məndən deyil, yəni heç müsəlman deyil. İmam Sadiq əleyhissalam buyurur ki, hər kəsə əgər cəmaat dilindən qorxduğu üçün hörmət eləyib ehtiram göstərərsə, o şəxs atəş əhlidir, cəhənnəm əhlidir. İki dənə haqq vardır əzizlərim. Bir haqqullahdır ki, insan bəzən Allahın haqqına girir, namaz qılmır, oruç tutmur. Amma gələcəkdə inşallah ki, tövbə etməklə bu keçmiş günahlarını cübran eləyir. Allah da bunu bağışlayır, yəni Allah öz haqqından bəzən keçir. Amma bir haqq da var ki, ona haqqun nas deyirlər, yəni cəmaatın haqqı. Allah başqalarının, cəmaatın haqqından keçmir. Ta ki, haqqına girdiyin adam səni bağışlayıb, səni əfv etməyinə qədərdir. Allah Teala bizi, dilimizi, əməllərimizi, hərəkətlərimizi bu ayda xüsusilə başqalarına əziyyət verməkdən saxlasın inşallah.